Herkese selamlar dostlar. Herkese selamlar dostlar. Yeni bir oyun videosuna hoş geldiniz. Bugünler sizlerle BeamNG Drive'da Zayt Xan maşınların 2. bölümüyle karşınızda. Ancak test edeceğimiz maşın bu maşındır. Bir dakika kamera açısını vereyim. Çok rahat olur. Neyse. Verdik doları. Uçuracaq konkret. Görək nə vəziyyətdə bir gözlə. Mən bunu açmamışdım. Önümüzdə ya Allah, getdi saatdə yüzləşdi. Maşın yanlamasına gidiyor. Ala. Bu kapotdan əsər qalmalı. Kapotdan əsər qalsa nə olacaq ki ya? Motor yoxdur yerində. Sonra bu niyə getmir? Survival Challenge 88'dir amma getmir. Amma motor çıxıb girib buradan içəridə ala. Gözlərim. Əgər motor çıxıb buradan gidib hara arasa mən nə bilim bu keçmədi. Bu da Mercedes də deyəsən, Mercedesmiş. Nəysə mən bir maşınımı dəyişdirib gəlirəm. Dostlar, növbəti maşınımız belədir. Maşının adı sana nə deyirsən? Nəysə, ad var deyirəm. Zayt Xan maşınları bir başqadır mı? Göydə uçuşan maşınlar serisidir. O seride ancaq sport. Başqa bir seri olacaq da. Ola sən maşın getmir. Getməzdir əvə. Nəsə bir detal ki bu. Nədir o detalın adı? Heç bilmirəm. Motoru getdi bunu. Motoru getdi. Bunu belə eləyək. Bagajını açamarıq da. O mexanika. Bu nədir qış? Siz bunun bu kapotuna bax. Kapotluqdan əsər qalmıyor. Yəqin belə olmadı. Bu maşın da əməli başda zay çıxdı da. İşte mən növbəti maşına keçib gəlirəm. Dostlar, növbəti maşınımız bu maşındır. Bu nədir? Başlarda görürüm. Yerindən qalxın deyə bilirsən yavaş maşındır. Amma arkadaş, biraz sürətdirirsən konkret. Olur süper, olur çəksin. Nasıl da adı sanlar. Neyse, başqaları getdi saatda 100'lə getdi. Getmir bu. Neyse, o bir maç çizib gəl. Dostlar, növbəti maşınımız budur. Bu nədir? Audi'dir bu da. Audi qabağındakı üstünə şeydən, şardan bildim. Bunu tutacağımız 2 dənə əlavə edir. Normal Audi. Hyper Ninja. Sattı. Burada satın aldı. Can sattı. Saatte 80-90 bomba açmadı.
Maşından mexanika səsi çıxdı. Bunun qapılarını mikrofon eləyim. Evet. Bağla. Kapota bax. Bagaj açmaq olmurdu. Bagaj bu. Açmağı gətirsinlər də bir zəhmət. Yəni sonra maşına keçiş edib gəlirəm mən. Dostlar, növbəti maşınımız qırmızı rəngdə Range Rover'dir. Range Rover'in köhnələrindən hələ təzə zətdir. Bu inanmıram çox da cay çıxsın. Bir sürət mənə getmədi. Saxla görünür, saxla. Getdi. Saatdə 50, 60, 70, 80, 90, 100 nə falan. Bunun zay çıxmaq ki. Ama maşın elə bir solamat vəziyyətdədir, olur. Alab, ora girməyərdin. Maşını keçdi sayıram, çünki salamat vəziyyətdəydi bayaq. Bura girəndən sonra salamat vəziyyətdə olmadı. Nəysə, mən digər növbəti maşınımda keçirəm. Bir də bu maşında, axı da olsa, şeydə, neydi onun adı? Parkurda test edəcəm. Nəysə, mən o bir maşına keçiş eləyib gəl. Dostlar, növbəti maşınımız belə də Lambodur. Lambo öz sözünü deyən maşınlardır. O, deyil, qızı da baxın. Rısana Lamborghini. Alab büferin içine, büferin zayt çıktı. Orası, o bir tərəfdən baxsan sarı, bir tərəfdən baxsan yaşıldır. Xılamaq deyiləm, mahtirləndiklərdən. Önemli baxın zayt çıxacaq, çünki bu sürətlə getməkdən elə bilinir ki, bu zayt çıxan maşınını istədirsin üçün. Nəsərdir maşınında. Ala. Abi sürüş ne olur? Sıfıra kadar gelebilir. Hala bu vəziyyətdən necə geçsin bu qaqaş. Şimdi ben növbəti maşını keçiş edib gəl. Dostlar, növbəti maşınımız yəni polis maşınıdır. Sən yerənsə ki miqalkalar var da qaqaş. Hadi dostlar, geldim. Neyse, test ediyekten. Getdi. Oğlum bu maşın yolda zay çıxdı ki. Neyse. Alıp dedim var. Aha çağır. Hadi ya ne olacak? Ne olur? Bu ferine bakalım. Ben növbəti maşını keçiş alıp gəlirəm. Ben böyle bir maşınımız var. Bu offroad maşınıdır. Pikapdır. Pikapa da oxşuyur. Nədir bu? Kamaza da oxşuyur. Tıra da oxşuyur. Her şey oxşuyur bu. Gedək arxaya. Görək qabağa. Bunun nədir bu? Buradakı bu yaxşı şey neydi? Ayda, neydi onun adı? Mesela onu amortizatoruna bax elə bunun. Amortizator olmalı məncə. Bunun amortizatoruna zadına bax elə. Amortizatordakı öz yerində də yaxşı rənglə. Qırmızı ilə yaşıl tutmuyor. Bunun yolda biraz sürətini azaltmışdım. Yanmışdım, onu bir də təzim edəcəm. Bunun büyük ehtimal heç nə olmayacaq, çünki arxadan dəmirləri zadı bunlara dəstək göstərir.
Həm də ki, bu böyük maşınla gedəməyəcək. Yaprağı lalan düşəcək yerə. Lalan yapışacaq yerə. Görək. Axı da olsa maşını deyirəm. Yəni, maşını da şeydə, parkurda test edəcəm. Getdi. Dostlarına sonunda bağlı bundan təzədən yox. Bu zayçada məncə lalan düşəcək yerə. Zayım çıxacaq, Həmə. Survival chance 0'dır. Rahat şəkildə gedirik. Amma smart olacaq. Salmat vəziyyətdədir axı bu. Hep şey olabilir. Səncə maşın rahat şəkildə gedir də. Dedim axı buna heç nə olmayacaq. Sağ salamat gedəcək. Nəysə, bu maşını bir də offroad da test. Offroad nə deyək? Parkurda test deyək. Bunu offroad da test edəcəm. Range Rover'i də parkurda test. Range Rover'i də offroad da test edəcəm. Nəysə, mən offroad xəritəsində bundan gəlib gəlirəm. Hə dostlar, gəldim bu maşını burada test edək. Görək. Bu daşlı yerdə test edəcəm. Maşını keçəcək. Maçı atmıyor. Ben burada değilim. Bu arada bu maçı burada biraz çəkməli istemiyorlar. Rahat şəkildə ya keçdi. Halaldır bunlar. Halaldır, alqışlar. Hələ gözlə görək. Bu tərəfdə. O en az o tarafta kimi rahat geçecek. Buradan geçmek biraz maşın üçün biraz uşaq oyuncağı kimi şeydir. Sonra Range Rover'e Mesela Range Rover'e keçib gəlirəm. Dostlar, Range Rover'e seçdim. Kamera açım gəldim. Bu nədir? Bu kamera belə kamera açılır. Mən bunu necə sürəcəm? Nəsə məcbur oluram içəridən çıxam. Burada durmalı. Reklam sənin nə deyim? Nəsə dostlar, içəridən sürək. Birinci də bu tərəfdən düşəcəyim. Dilinə xadir pek partladı. Şəşdə ala. Zay çıxdı. Bunun kompleks zay çıxdı. Ama keçdi. Rancimiz rahat şəkildə keçdi. Və nə istəyirsiniz? Amma o bir maşın salamat vəziyyət getmişdi. Bu salamat gedəməyibdi. Nəsə, mən təzdən gəlirəm. Dostlar, kamera güzəldir şey. Və buradan keçək görək. Sen bir boss değildin axı. Sen bu nə məsələ? Sen misin? Mən bu çıxarıyorum. Sen daha çıksın. Deyirəm, sən buranı keçəsən. Mən deyirəm ki, sən buranı keçməlisən, öyrənmişlər. Keçək deyəsən. Keçdik və Range Rover bunu başardım. Neyse dostlar, yeni bir oyun videosunun sonuna geldik. Kanala like atıp abone olmayı unutmayın. Sağ olun, salamat qalın.